Qasım adlı adamla görüşdüm. O çox nüfuzlu adam oxşuyur ustad. Qumru, necəsən? Yaxşısan? Bugün günortadan sonra oğlumla gələcəm. Qurbanı əcəlinin yanına gətirmək istəyirsən? Özünə yüksək qiymət vermə, manav. Müdirinin Cəfər adlı oğlu Qumruya aşık olub. Gülsümün cəsədi tapılsa, mənim axırım çatacaq oğlum. Atanın qədrini ata olandan sonra bilirsən. İndi isə bütün fikri bir qızın yanındadır. Sən ölmüsən. Çıx get. Get buradan. Çay bəhanədir. Bəzi adamların vəziyyətini öz gözümlə görmək istəyirdim. Özümü güclə ələ almışam. Ulduz xanım tezliklə bu evin xanımı olacaq. Manav bəy, məndən keçdi. Bağışlayın. Yox, mən elə iş görə bilmərəm. Amma söhbət qadından gedir, ha? Bu həyatda pul qədər insana heç nə zövq vermir. Niyə Gülsümü öldürməyə qərarına gəldin? Söhbətə qulaq asmaq vərdişiniz də var. Əgər o doğrudan da eşitdisə, sənin vəziyyətin heç yaxşı olmayacaq.